Yanvarın 1-i niyə həkimlər üçün kabusdur? Yeni il gecəsindən sonra niyə xəstəxanalar dolur? Bir gecədə 10 illik öd daşını oyatdın, yağlı yeməklər, mayonezli salatlar, spirt sizdə öd daşının tərpənməsinə və ağrının yaranmasına səbəb oldu. Yeni il gecəsi ilk 6-12 saat sonra xəstəxanalara müraciətlərin ən çox səbəbi məhz öd daşı ağrısı ilə olur. Əgər xroniki qastritli xəstəsinizsə, spirtli içki qəbul edirsinizsə, bir üstünə də aspirin qəbul edən birisinizsə, mədə-bağırsaq qanaxması qaçınılmazdır. Siz bayram edirsiniz, amma qaraciyər bayram etmir. Yağlı qidalardan sonra qaraciyərin yüklənməsi baş verir, şişkinlik yaranır. Bu sizdə sağ qabırğa altında ağırlıq və halsızlıq şikayətləri ilə büruzə verir. Ayıltı ayıstı partlayır. Bu ağrı keçməyəcək deyirsiniz. Çünki öd daşı xəstəliyi olan birisisiniz. Üstünə də yağlı qidalar, spirtli içki qəbulu nəticəsində öd daşının öd yoluna atlaması baş verir və nəticədə pankreatit əmələ gəlir və yeni il gecəniz reanimasiyada sonlana bilər. Əgər yeni il gecəsini xəstəxanada sonlandırmaq istəmirsinizsə, o zaman süfrədə ölçünü bilməliyik. Bu yeni ildə sizlərə sağlamlıq arzu edirəm. Qoy sağlamlıqla başlayan iliniz xoşbəxtliklə davam etsin.